Əncir mürəbbəsini çox sevirəm. Əncir mürəbbəsinə ürəyim gedir, amma mütləq Bakı ənciri olmalıdır və qabığı soyulmuş olmalıdır. Çünki başqa türlü yeyə bilmirəm. Heç ağızda xoş bir dad buraxmır. Üzərinin qabıqları bərbad bir narahatçılıq verir adama. Ona görə də mütləq soyuruq. Amma əlcəkdən istifadə etməyi unutmuruq. Çünki əlcəksiz soymaq çox çətindir. Soya bilərik əlbəttə ki, amma barmaqların uclarını bütün yeyəcək əncir. Ona görə də heç vaxt əlcəksiz soymayın əncirlərinizi. Bu arada əncir çox faydalı bir meyvədir. Mən indi onun qurusunu da hazırlayacağım. Məsələn, qızıma mən gecələr yatan yerdə onun suyunu içizdirəm. Ənciri quruturam, suyunu içizdirəm. Çünki meyvə olaraq yemir və su olaraq mən onu içizdirəndə onun bütün vitaminləri, mineralları artıq qızıma keçmiş olurlar. Qəşəng-qəşəng meyvəni quruturam, daha sonra isə qaynadıram və 15 dəqiqə dəmdə saxlayıram. İlıqladandan sonra içə yatdığı yerdə su adı ilə içizdirirəm. Siz əgər bacarırsınızsa gündüz də içizdirə bilərsiniz. Çünki həddən artıq çox faydaları var. Nəsə, faydalarını keçdik, qayıdaq mürəbbəmizə. Meyvələrimizi qəşəng-qəşəng soyuruq, əlcəyimizi yaddan çıxartmırıq və soyutduqdan sonra üzərinə 1 kiloqrama 800 qram prinsipi ilə şəkər tozumuzu əlavə edirik. Hər tərəfin şəkər tozu ilə örtürük və bir gecə səhərə qədər üstü bağlı şəkildə saxlayırıq ki, suyunu buraxsın. Nə qədər çox qalsa, o qədər yaxşıdır. Mən bir gecə saxladım. Bir gecənin sonunda isə artıq videoda da görürsüz, içərisinə necə bol-bol şərbət əmələ gəlib. Buna heç 1 qram belə olsun su qatmamışam. Hamısı meyvənin öz şərbətidir. Daha sonra isə təxminən 30-40 dəqiqə görodda bişiririk. Çünki bişmə vaxtı meyvənin çoxluğundan asılı olaraq dəyişir. Meyvəniz çoxdursa, təbii ki, daha gec bişir. 30-40 dəqiqə ərzində bişiririk. Üzərində yaranan kəfləri yığırıq və üzərinə 1 dilim limon əlavə edirik ki, rəngi daha gözəl qalsın, daha şux görsənsin. Bişən zaman üzərindəki köpüklər videoda da görürsünüz, içə doğru patlamağa başlayırlar. Və şirəni qaşığa doldurduğunuz zaman son damla qaşıqdan düşmür. Qaşığın üzərinə bir şəkildə yapışıb qalmağa çalışır. Bu hala gəldikdən sonra artıq demək ki, mürəbbəniz hazırdır. Altını söndürürük. Görün necə dən-dən, necə gözəl qalıblar. Videoya baxanda belə ürəyim gedib, indi durub gedəcəm, yiyəcəm, mən bir bankasını açacağım. Son halı bu şəkildədir və soyudub bankalarımıza yığıb, sərin bir yerdə qışa saxlayırıq. Ay Allah, görün necə qəşəng görsənirlər. Rənginin möhtəşəmliyinə baxın bir dənə. Bankada da görünüşü budur. Çox qəşəngdir. Hazırlayan hər kəsə indidən nuş olsun. Bu tip videoların davamı üçün kanalıma abunə olmağı və videolarımı like etməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.